10 milyondursa yarısından çox işsizdir mənə görə. Yəqin çox olar. Mən 10 nəfərdən də 5-6-sı deyəsən ofitsial işsizdir. Mənə elə gəlir. Bəlkə düz demirəm, amma mənə elə gəlir ki, çox adam işsizdir. Amma işsiz çox var. Yəni indi baxıram, mən cavanlara baxıram ki, çoxlu işsiz uşaqlar var, amma iş yeri var. Getmək istəmirlər, o başqa bir məsələdir. O var. Azərbaycanda işdən çox iş var. Yəni götürsək elə bir dənə tikintiləri, görərsən ki, nə qədər yer var. Vallahi dəqiq bilmirəm, amma bilirəm ki, çoxdur, yəni az deyil. Yəni bu hər tərəfdən baxanda bəllidir. Yəni işsizliyin də sayı məncə çoxalır ki, nəinki azalır. İş də olanda da ki, yəni mən bildiyim qədərindən 250 manat maaşla iş olur. Bu da olmasa daha yaxşıdır yəni. Bu qədər. Çoxu işləyir, çoxu işsizdir. Nə qədər deyə bilərsiniz rəqəm olaraq Azərbaycanda işsizlərin sayına? 6 milyon olar. 6 milyon işsiz. Mənim fikrimcə var 9 milyonun təxminən 7 milyon işsizdir valla. 7 milyon işsizdir. Yarısından çoxu yəni işsizdir. Valla. Siz nə fikirləşirsiniz? Mən göstərəcək səsi lazım deyil. Yox, kəsərmirik. Demək olar ki, əksəriyyəti işsizdir də. Mənim kimi oğlan gəlib fəhləçilik edir burada. Normal iş olsun, pul qazanaq. Yəni məmurlar yerimiz qalmışıq burada. Olmaz axı. 20-30 min arasıdır. Bəs sizin fikrinizdə Azərbaycanda nə qədər işsiz var? Yarı faiz, 50 nəfər. 50% elə bil ki, yarı. 30 zat yalandır. İşsizlik daha da çoxalır, nə azalmaz. Düz deyək kişi, çünki o qədər olmaz. Sizin fikrinizdə nə qədər işsiz? Məncə lap az. Vəbşə işsiz yoxdur. Şişidir. Sizin özünüz işləyirsiniz müəllim? Bəli, işləyirəm. Bir nerede atıram, görmüşsən? İş var, qısa. 57 yaşım içində hara gedirəm iş yoxdur. Amma televizorda deyil, iş tökülüb qalıb, var. Hara gedirəm bir şey versən, şirinlik. Hə, onda var. Verməsən, yoxdur ki, yoxdur. Məncə 10 nəfərdən 3-ü 4-ü işsizdir. Yəni Bakıda ola bilər daha çoxdur işçilər, amma bölgələrdə işsizlərin sayı həddindən artıq çoxdur. Nə bilim, dəqiq deyə bilmərəm ki, o statistika baxırdı məsələn. Mən elə gəlir, amma çoxdur. Sonuçta bütün bu böyük holdinglər çoxları indi başlayıb bağlanmağa, xaricilər məsələn çıxıb gedir. Demək olar ki, işsizlik indi getdikcə lap artacaq. Dövlət işidəki maaşları maşallah göz qabağında işsiz kimi bir şeydilər hamısı. Mən onu bilirəm ki, o qədər deyil, ondan çox, qat çoxdur. İşsizlərin sayı çox. Çoxdur, çünki hə də İş var. İş yoxdur. Hamısı yalandandır. Siz özünüz işləyirsiniz? İşləyirəm, oğlumun yanına gəlib gəlirəm. İş yoxdur. Yox, iş yoxdur. Arəndadır. Yəni siz elə deyirsiniz, hökumət işi, yoxsa necə? Yox, ümumilikdə. Fərq etməz, özəl yaxud da hökumət. Hökumət işindən gedir. Amma indi hökumət işi demək olar ki, azdır da. Yəni azdır, hər yerdə də sakraşenyalar gedir. Ancaq iş belə də bu qardaş deyən kimi, məsəl üçün kəsni sektordur. Özü indi biraz o da dayanıb, alver niyə yoxdur ki, cəmaatın pulu yoxdur. Manat dəyərindən düşür, manat dəyərindən düşür. Bayaq su alıram, 30 köpüklü su mənə deyir 50 köpük. Yəni deməli o ki, başa düşdü 50%, qiymətlər də qalxır. Elə yalandan da qaldırırlar, doğrudan da qaldırırlar. 20 manat pul getdi. Hardan verim mən? 20 bunu qabaq Sovet vaxtı. Yarım kilo. Sovet vaxtı buna gedərdi 1 manat, 2 manat, 1 rubl, 2 rubl o vaxt.